Salam əziz tələbələr, biz sizlərlə bugün div təqləri haqqında danışacağıq. Ən çox istifadə edəcəyimiz təqlərdən biri olacaq və bu div təqimizə ölçü vermək haqqında danışacağıq və bir də mərcin məsafələrimiz haqqında danışacağıq. İndi isə Visual Studio kodumuza daxil olaraq div təqi yaradıram. Div təqi bizim üçün mörtəzə anlayışının rolunu oynayacaq uşaqlar. Yəni biz bunun içində yazdığımız elementləri bir qrup şəklində çağıracağıq. Selektordan istifadə edərək divimizə bir klass və yaxud ID verəcəyik. Bu selektor vasitəsilə onu sesdə çağıracağıq və içindəki elementlərə bu şəkildə müraciət edəcəyik. Məsəl üçün, bir dənə H1-iniz var, içində məlumat var divin içində. Bir dənə paragrafınız var və ondan aşağıda bir dənə imaginiz var. Siz bu üç elementin hər birini biraz soldan məsafə verib, biraz ortaya gətirmək istəyirsə deyək, bunların hər birini tək-tək çağırmaqdansa, həmin bu divimizi selektor vasitəsilə çağıracağıq və həmin divimizə məsafə verəcəyik. Yəni, bir işi 3 dəfə görməkdənsə, bir dəfə görəcəyik və ona görə də div təqi bizim üçün qrup anlayışı rolunu oynayacaq uşaqlar. Məsəl üçün, mən bunun içində bir dənə məlumat daxil edirəm. Hələ ki, heç bir ölçü filan heç nə verməmişəm. Buna browser üzərindən baxaq uşaqlar. Göründüyü kimi, ilk öncə spanı oxşuyur. Yəni, ekranımda bura gəlib düşübdür və spana baxdıqda bizə spanı xatırladır. Yalnız spandan bir fərqi var. Bunların displeyi blokdur uşaqlar. Yəni, div təqlərimizin displeyi blokdur. Göründüyü kimi, inspektoruna baxdıqda görsənir. Yəni, bu nə deməkdir? Mən bunu kopyalayıb, altında bir dənə də yazsam, başqa bir div yazsam, içində də məlumatını da dəyişək, tam aydın görək və bunlar alt-alta düşür. Çünki yenə deyirəm, displayləri blok olduğuna görə də irəliləyən dərslərdə displey haqqında ətraflı danışacağıq və bunları yan-yana çıxartmağı da öyrənəcəyik uşaqlar. Tamam, bunu bir dənəsini silirəm. Gəlin indi isə bu yaratdığımız divə bir dənə dizayn verək. Klass verək. Klassını işləyək ki, artıq gözünüzdə öyrəsin uşaqlar. Adını da verirəm div1. Gələk və CSS-ə keçək. Burada bir dənə div1 klassımızı çağıraq. Nöqtə div1. İlk öncə background verək. Background haqqında növbəti dərsində danışacağıq, amma colorlar haqqında danışmışıq deyə avtomatik background color rahatlıqla verə bilirik uşaqlar. Background colorumuz olsun. Bir dənə qri rəngi verək. Və göründüyü kimi, vizi yox deyə, display block deyə, avtomatik olaraq ekranın hamısını tutdu uşaqlar. Amma mən halbuki buna vizi verməmişəm. Zaten display block deyə ekranın hamısını tutdu. Heyti isə hardan götürür deyə soruşsaz, heyt içindəki məzmunun hündürlüyünə uyğun olaraq özü bir hündürlük götürür. Tamam, gəlin isə buna bir dənə viz verək. Viz verirəm, məsəl üçün 600 piksel. Baxaq, bəli, vizimiz azaldı. Hətta 600-ün başda dəyişikliyi çox hiss eləmədiniz. Verək 450 piksel uşaqlar. Bəli, avtomatik mənim vizim azaldı, 450 piksel oldu. Əsasən siz ölçüləri piksel və yaxud da faizlə verərsiniz. Piksel hər bir ekrana görə müxtəlif ölçülərdə ola bilər. Məsələn, planşetə görə ayrı, telefona görə ayrı, notebooka görə isə ayrı müxtəlif ölçülərdə ola bilər. Biz responsivlik haqqında danışdıqda piksel anlayışından o qədər çox istifadə eləməyəcəyik. Vizlərimizi faizlərlə verəcəyik. Bunun səbəbi nədir? Ekranı balacalaşdıraq. Ekranın bir dəqiqə hal-hazırda bu boydadır. Bu mən balacalaşdıraq gəldikdə, mənim verdiyim piksel ora sığışmaqda avtomatik olaraq divimin yarısı çöldə qalır və çöldə qalıqda isə aşağı diqqətlə baxsaz, burada belə bir scroll yaranır uşaqlar, gördüyünüz kimi və bu responsivlik baxımından, yəni bu scrollun yaranması düzgün deyil. Amma mən vizimi gəlib faizlə verdikdə, faiz hər bir ekranın o faizə yetdiyini tutur. Məsəl üçün 20% verirəm. Buna ümumilikdə baxaq. Hal-hazırdakı mənim bu ekranımın soldan sağa olan məsafənin 20%-ni tutub və buna bayaqki vəziyyətdə baxdıqda, məsəl üçün ekranı balacalaşdırıram. Bəli, bu ekranındakı 20%-ni tutur. Yəni, hansı ekrandasısa, həmin ekran 20%-ni tutur və avtomatik olaraq aşağıda scroll problemimizə yaranmır. Yəni, bu səbəbdən biz responsiv şəkildə işlədikdə saytlarımızı faizlərdən istifadə edəcəyik. Hətta gəlin də burada faizlə işləyək. Faizimizi verirəm 50. İncə, heyt haqqında danışaq uşaqlar. Heytimizi verirəm hələlik 400 piksel. Çox oldu. 400 yox. 200 piksel eləyək bunu. Ekranımıza yaxınlaşdırmış və artıq uzaqlaşdıra bilərik. Bəli, avtomatik divimizin görünüşü bu formadadır. Bəs biz heytdə faizlə verə bilərikmi? Xeyr. Nəyə görə? Məsələn, mənim ekranımın vizi bilinir. Soldan sağa qədər olan məsafəm bilinir və həmişə saytlarda standart qalır. Amma heyt bilinmir deyə siz avtomatik olaraq faiz verə bilməzsiniz. Vizi faizlə verdikdə soldan sağa olan məsafənin həmin faizini tutur. Məsələn, 50 vermişəm, həmin məsafənin 50, 30 verirəm, həmin məsafənin 30%-ni tutur. Amma heyt, yəni saytınızın nə qədər uzun olacağı bilinmir deyə
avtomatik olaraq heyti faizlə verməyi düzgün deyil və siz heytdən piksellə istifadə etdiksə, responsiv baxımından o qədər çox problem yaşamırsınız və scroll problemində, altdan scroll yaranma problemində yaşamayasınız uşaqlar. İndi isə divlərimizə ölçü verdik və göründüyü kimi divim ekranda görsənir. Gərək bir dənə başqa bir divdə yaradaq uşaqlar. Bunu kopyalayaq, sadəcə onu eləyək. Ya da o da qalsın div 1. İçinin məlumatını dəyişək. Eyni divi təzədən kopyaladığınız halda o eyni divin eynisi yaranır. Yəni yeni bir div yaratmanıza ehtiyac olmayacaq. Saytlarda praktik cəhətdən işləri görərsiniz. Sadəcə bu divlərim qırıldı. Divlərim alt-alta düşdü uşaqlar gördüyünüz kimi. Amma mən bunları yan-yana istəyirəmsə, alta düşmələrin səbəbi nədir? Bunların displeylərinin blok olmağıdır. Displey mövzusunda bu dərs danışmayacaq, amma az da olsa göstərək. Displeylərini inline blok eləyəcəm. Gördüyünüz kimi 2 dənə divim, hər ikisi yan-yana ekranda çıxdı. Gördüyünüz kimi ortalarından bir məsafə qalıbdı. Bu məsafə haqqında da gəlin danışaq. Display inline blok, yəni 2 dənə divimin blok idi, displeyləri alt-alta düşürdü. Onları dəyişib inline blok elədim və bir sətirdə yan-yana dayandılar uşaqlar. İndi display inline bloku silirəm. Float left haqqında danışaq. Float left bir növ toxuma rolu görür. Birinci divim arada məsafəni götürdü və birinci divimi gətirdi. İkincini də arada gətirdi, birincinin yanına qoydu. Float leftin gördüyü iş nədir? Siz əgər float lefti verdiyiniz elementi hansına verirsinizsə, o özündən soldakı elementə tam olaraq sıxır, arada heç bir məsafədə qoymur və toxuma rolu oynayır. Yəni elementlər avtomatik olaraq yan-yana qala bilir. Display inline bloklar da belədir, float leftlər də belədir. Sadəcə fərqləri display inline blok, yəni arada gördüyünüz o məsafə söhbəti idi. Bir də float leftin özünün başqa bir dənə də fərqli cəhət haqqında danışaq. Məsəl üçün bunlar div 1-dir. Burada yeni bir dənə div yaradıram uşaqlar. Buna bir dənə class verəcəm. Adını deyəcəm div 2. İçinə heç məlumat yazmasaq da olar. Gələk bura div 2-ni çağıraq. Eyni vizi verək. Vizi olsun 30%. Heytimizi eləyək. Eyni olsun 200 piksel. Background color'ımızı eləyək red. Browserində baxıram. Bəli, gördüyü kimi divim burada hardasa sintaks cəhətdən səhv eləmişik. Bir dəqiqə float leftimizi slash ataq. Xeyr, dəyişilmədi. Hər halda düzəldi indi isə float leftimizi təzədən açaq uşaqlar. Burada da ki, düz. Tamam, browserimiz baqa girmiş deyəsən. Bəli, gördüyü kimi birinci divim öz yerində, üçüncü də öz yerində. Halbuki ikinci yaratdığım div görsənmir uşaqlar. Buradan baxsaq. Divi yaratmışam, amma görsənmir. Hətta gəlin sizə bir dənə yazı yazaq. Hello. Hello gördüyünüz kimi gəldi, bura düşdü. Bunun səbəbi nədir uşaqlar? Birinci və üçüncü divimə float left vermişəm, amma ikinciyə verməmişəm. Yəni burada necə olmalıdır? Birinci, ikinci yan-yana düzülməlidir, üçüncü alta düşməlidir, amma üçüncü də gəldi aşağı düşdü. Əgər float left verdiyiniz bir elementdə, həmin sətirdə başqa bir element varsa və sonra float left vermirsə, avtomatik bu problemlə qarşılaşacaqsınız uşaqlar. Yəni, mən gəlim üçüncü ilə float left verirəm, bəli, indi isə istəyir nəticə alındı. Hər üçü yan-yana düzüldü. Yəni, float leftdən istifadə edəcək, bunlara biraz diqqət eləsə çox yaxşı olar. Yəni, bir sətirdə nəyəsə float left vermişsə, demək olar, o sətirdə ondan sonraki bütün elementlərə siz float left verib, yəni float leftdən istifadə edəcəksiniz uşaqlar. Biz gələcəkdə float leftin alternatifi olaraq displeylərimizdən, yəni displeylərimiz haqqında danışsaq, float leftin alternatifi olaraq onları da öyrənərsiniz. Yəni, float leftin bəzi belə problemli yerləri var. Bundan sonra display inline block və gələcəkdə öyrənəcək display flexlərdən istifadə eləməyiniz daha məsləhətlidir. Yəni, gördüyünüz kimi float leftin bayaqki problemini gördünüz. Div öz yerini tanımır. Ortada baş bir elementin float lefti olmaqda avtomatik digər elementlərdə təsir edir uşaqlar. İndi isə gələk buradan axırıncı divimizi silək uşaqlar. Mərcinlərimiz haqqında danışaq. Mərcinlər nədir? Gələm, bu ikinci divim var. Bu, istəyirsiniz float leftləri qalsın, tamam. Buna verirəm, margin top 20 piksel. Görürsünüz ki, bu divim yuxarıdan 20 piksel məsafə götürdü. Margin nə deməkdir? Bir elementin digər elementdən olan məsafəsi, yəni çöldən məsafə. Margin top verdim, top yəni yuxarıdan 20 piksel məsafə götürdü, aşağı düşdü. Gəlin isə başqa bir cəhətdən məsafə verək. Margin left verək 10 piksel. Hətta gəlin bunu da 20 eləyək. Axırdakı ümumi mərcin necə verilir, onu danışaq. Görürsünüz, soldan da 20 piksel məsafə götürdü uşaqlar. Hətta əslində burada mərcin right 20 piksel versəm və
Margin bottom 20 piksel versəm, hər bir cəhətdən, yəni yuxarıdan, aşağıdan, sağdan, soldan 20 piksel verdikdə bottom və right yazdım, ekrana dəyişiklik olmadı. Niyə? Çünki bunun sağında və aşağısında element yoxdur deyə siz hal-hazırda o mərcini buradan görə bilmirsiniz, həmin məsafəni. Amma belə üçün yuxarıdan 20, sağdan 20, aşağıdan 20 və solda 20 piksel məsafə verdim. Gördüyünüz kimi. Bəs bunları qısa yazmaq yolu varmı? Var. Bəli. Bura bir dənə mərcin yazıram və 20 piksel yazıram uşaqlar. Və bu kodumu da ki, slash atıram ki, fərqi görün. 20 piksel nə deməkdir? Həm yuxarıdan, həm sağdan, həm aşağıdan, həm soldan 20 piksel məsafə deməkdir. Baxıram və görünüş etibarı ilə heç bir şey dəyişmədi. Eynisi olduğu kimi qaldı. Gəlin artıq da bu kodu silək. Yəni bu 4 dənə sətrin alternatifi olaraq mərcini belə qısa verirsiniz 4 cəhətin 4-ündə də. 20 piksel vermişəm. Bunun yanına məsəl üçün istəyirəm ki, amma sağdan soldan olan məsafələrim 20 piksel olmasın. Yazıram 5 piksel. Bu nə deməkdir? Yuxarıdan və aşağıdan 20 piksel, sağdan və soldan 5 piksel deməkdir uşaqlar. Yəni birinci yazdığınız cüt yuxarı aşağı, ikinci yazdığınız isə sağ-sol cütləri bildirir. Və siz bura gəlib, məsəl üçün 10 piksel və 0 piksel yazsınız. Bu nə deməkdir? Gördüyünüz kimi, bayaqki soldan olan məsafə təmiz itdi. Niyə? Bu saat istiqamətindədir uşaqlar. Yuxarıdan 20 piksel, sağdan 5 piksel, aşağıdan 10 piksel və soldan 0 piksel deməkdir bu. Saat istiqamətində bu mərcinimin mənim elementlərimə belə edir. Baxıram, yuxarıda 20 piksel var. Sağdan 5, aşağıdan 10. Sağdan 5 varsa görə bilməyəsiniz. Soldan 10 var, görə bilməyəsiniz. Və soldan 0 piksel. Bəli, göründüyü kimi bu məsafə soldan 0 piksel. Göründüyü kimi, yəni tam biçibdir, özü məsafə vermir. Bəs mən burada bu axırıncını yazmasam nə baş verir? Solu yazmıram, amma görürəm ki, öz soldan məsafə verdi. Niyə? Bu nə deməkdir? Yuxarıdan 20 piksel götürür, sağdan 5 piksel götürür, aşağıdan 10 piksel götürür. Amma gəlir soldan piksel götürmək istəyir, mən yazmamışam. Avtomatik olaraq solun o birisi cütü hansıdır? Sağ. Gedir ona özünə uyğun digər cütün məsafəsini götürür və bura qeyd edir uşaqlar. Bəli, mərcinlər haqqımızda da bu qədər. Mərcinlər, yenə deyirəm, bir elementimizin çöldən olan məsafəsidir. Biz digər dərsimizdə padding haqqında da danışacağıq. Paddinglə mərcinin yazılış baxımından oxşarlıqları var, amma fərqli cəhətlər var. Onun haqqında danışacağıq. Bir də gələn dərsimizdə border haqqında danışacağıq uşaqlar. Bugünkü dərsimiz bu qədər.